Salam aleyküm. Xoş gördük dostlar. Təşəkkür edirəm ki, gəldiniz. Arz edeyim, mən 2-3 nəfər də qonaqlardan çağırıb, əgər gəlsələr dərsi başlayaq. Gəlməsələr də başlayacağıq əlbəttə. Tamam. Oldu. Salam aleyküm. Xoş gördük. Azərbaycan Milli Fəallar üçün jurnalism dərslərinin 39-cusini başlayıram. 4-cü dərsdir ki, müsahibəyə görə deyirik, xəbərə görə demək olar bir term hüdudən danışdıq. Bu günləri müsahibənin 4-cü bölümünü danışırıq və istəyəcəyəm ki, görək nə edə bilirik. Keçən həftə yadınızda olsa, mən icazənizlə durum ayağı və başlayayım o yazılarımızı yazaq üçün dərsləri uzatmağa istəmirəm. İstəyirəm ki, bir ayrı seri iş başlayam. Onun üçün də istəyirəm bu ruznamenigarını biraz xülasə edəyəm və xülasə bunu yazaq keçsin. İnsanlar inşallah ki, bunun dalısını tutarlar, yaxçı örgəşərlər. Müsahibədən keçən həftələrdə müsahibə xəbərini dedik, müsahibə təfsirini də dedik, oldu 2 dənə və hərəsindən 1-2 dənə də misal vurdıq. Umarım ki, faydalı olmuş olsun. İndi müxtəlif müsahibələr var, bilirsiniz, iş üçün müsahibə olsun, iş müsahibəsi, yoxsa nə bilim, elmi müsahibələr, rəvanşinasi müsahibələr, bunların hamısı o şeydir ki, biz bu tekniklərdən istifadə edə bildik. Məsələn, bir dənə müsahibə edirik bir nəfərinə, bir müdürdür, ya məmulən müdürlər o teknikləri bilirlər, onlara o dərsləri verərlər. Xüsusən İranda üçün əmniyyətlidir sistem, onlar teknikləri verərlər ki, onlar lov verməsinlər. Amma biz istəyirik ki, bir nəfər yalan danışır ya yox. Biz onunla müsahibə edirik, hər nə müharibdə. Məsələn, bir dənə pənahəndədir müsahibə edirik. Bir dənə müdürdür, bir dənə
kargərdir, bir dənə karimətdir, bir dənə yaralıdır, bir dənə polisdir. Hər kəsinlə müsahibə mühüm deyil kimdir. Mühüm deyil işi nədir? Biz soruşuruq, bu adam bizə verdiyi məlumat doğrudur, yalandır. Bu çox mühümdür ki, biz sualları elə mətrəh edək, bilək ki, bu adam nə qədər yalandır. Onun üçün, məsələn, sualları, məsələn, birinci sualda soruşuruq ki, adın, şöhrətin, nə bilim, harada doğulmuşsan, çıxıdan bəhman, gedirik, soruşuruq ki, bu doğduğu yeri düz deyir bizə ya yox? O vətənin düz bizə deyir ya yox? Məsələn, əvvəldə demişdi ki, mən Təbrizliyəm. Deyirik ki, heç mən bilmədim, sən elə bir dedin, Ərdəbillisən, hə? Yəni, istiyoruz ki, onu istiyoruz çaşbaşdıraq. Əgər doğru desə, o, ya məsələn, kəndinin adını deyirik, bir daha kət deyirik, o, gedəcək onun üstünə. Çünki zehnində qalmayacaqdır. Bizə nə yalan deyir? Yalancının zehnində qalmaz, illa çox təmrin edir. Onun üçün biz, məsələn, hər 4 sualdan bir dənə sual qoyarıq suallarımızın içində. İndi ya şəfahi, ya kətbi. Normalda bu şəfahidə gələ olsun. Kətbidə olsa olmaz. Çünki adam qeydər, bir də üstdəki yazdıqlarını oxuyar. Şəfahi suallarda və online suallarda. Online suallarda mən ittifaqən özüm keçən həftə bir test verirdim. Online, özümü test edirdim. Gördüm ki, 4 yerdə şey qoyubdu. Mənim yalanımı çıxarsın deyə. Yox. Onun üzründə biz tüm testi, online testlərdə də çoxunda sualı soruşur, siz ona cavab verirsiniz, o sual yox olur da. O birisi sual gəlir. 5 dənə sualdan sonra, 10 dənə sualdan sonra həman sualı, məsələn, birinci ya ikinci ya üçüncü sualı dubara bir ayrı formatda soruşmaq olar. Cavabları da eyni olmaz. Yəni, biraz fərqli cavab yazmaqla təxmin edir ki, bu adam nə qədər yalandır. Müsahibə, huzuri müsahibədə, yəni ya onlar bizim yanımıza gəlirlər, ya biz onların yanına gedirik. Orada da eyni bu işi görərik. Yəni, deyərik ki, məsələn, bunların yalan deyir ya yox. Məsələn, ustandar deyir ki, əlbəttə bilirsiniz, bu müsahibələrə gələndə ustandardır, fərmandardır. Bu adamlar, yəni o müdürlər, dövlət adamları, normalda onlar bir gün, 2 gün qabaqdan bilirlər ki, biz bu müsahibəyə gedəcəyik. Hər nə yalan deyilirsə, onları yazarlar, kağız üstündə verərlər bunlara, bunlar onun üzü ilə danışarlar. Yəni, siz hər neçə dəfə bir sualı soruşsaz, o adam eyni kağız üstəşin kağızı tapacaq, hətta lazım olsa deyək, kağızları verirəm, sizə aparın, özünüz baxın amarlara. Bunların da yalanların ayrı adamlarla müsahibə eləmağından ələ gətirmək olar. Məsələn, Urmiyə gölünün Məsudlu deyir ki, burada müşkül yoxdur, biz su gəlib dolubdur. Mən neçə gündür dostlardan yalvarıram ki, lütfən mən həddəqəl çox tanıdığım yeri. Onlardan video ya əks götürün, mən görüm nə qədər yalandır. Dünən bir video gəldi, görsətdi ki, yalandır, bir çox yalandır. Nəinki Urmu gölünə su gəlməyibdir, şükür olsun Allaha həmd olsun, biraz yağış yağıbdır və vətən yaxşılaşır. Amma o sədlərin, bəndilərin qabağını bağlayıblar, qoyurlar su gəlsin. 90'a yaxın orada, ya 110'a yaxın əgər şərh eləmişsən, orada bənd var. O bəndilər qoymurlar su gəlir. Yəni, əvəzin ki, 110 yerdə su qala, eləyə bilər bir yerdə qalsın və biz, əlbəttə, bizə gələcəyimizə mənfəəti olar. İnşallah bu 110 bəndin həm gölümüz dolar, həm də onlar dolarlar və Azərbaycan abad olar. Bizim iqtisadiyyatımıza, əkinçiliyimiza, teknolojimizə də çox köməklidirlər. Amma indilikdə bizə bir böyük şeydir, yəni stresdir canımıza və ruhumuza. Hər halda, həs müsahibədə
Hər bir neçə sualdan bir dana insanların doğru danışırlar ya yalan danışırlar. Onun üçün bir dana sual qoyarıq. Sonra çıxadaq ki, bu adam özümüz bilərik ki, bu adam nə qədər yalan deyir. Və bu adam çox yalan deyir ya az yalan deyir. Həmişə yadınız qalsın. Kulliyat, yəni böyük bir şeylər yadda qalır. Və böyük bir soruları, yəni böyük məsələləri soru eləməklə onun doğru deyirlər, yalan deyirlər, ona hədd sınırmaq olmaz və baş tapmaq olmaz. Ən yaxşısıdır ki, cüz'iyyat. Cüz'iyyatın haqqında. Məsələn, deyirdi ki, məsələn, mənim anam ölübdür. Normalda görərsiniz, bəzi adamlar hey mürəxəsə alırlar, nənələri ölübdür. Bunları özlərinin də yadından çıxır, yəni o qəti yalan deyirlər. Cüz'iyyatda soruşanda siz onu bilərsiniz. Məsələn, bir nəfər gəlib deyir ki, mənim mürəxəsliyə ehtiyacım vardı, anam ölübdür. Deyirsiniz, keçən dəfə demişdiniz ki, nənə babası ölübdür, indi dədə babası ölübdür. Deyir ki, hə, yox, bu təəssüfanə keçən səvə ölən nənə babam idi, indi dədə babam ölübdür. Siz də bilirsiniz ki, keçən səvə nənə babasına məsələn şey almışdı, ya dədə babasını almışdı, ya tərsəsini demişdiniz adama. Adam da siz dediğinizi təyid elədi, bildiniz ki, yalan deyir. Bunu çox yerdə işlədərik. Mən bu teknikdən özüm o zaman ki, Tehranda işlərdim, çox istifadə edirdim. Hətta xiyabanda adamlarla ki, müsahibə edirdim. Onlarla bunu çox istifadə edirdim. Görün ki, bunların dediklarına nə qədər etimad eləmirlər. Çünki siz tamam abrızı, herfiyi abrızı, təxəssüsünüzü, işinizi, gəlirinizi, hamısını qoyursunuz bu adamların sözlərinin üstündə. Əgər bunlar yalan yazsalar, insanlar o adama şey verməyəcəklər, tohi eləməyəcəklər, onu gözdən salmayacaqlar, deyəcəklər ki, onun vəzifəsini toğlasın. Bu ahmaq xəbərnigar ya bu yazarın nə qədər həmaqəti var ki, baş tapır bu adam yalan deyir. Bunun üçün biz gərək biraz zirəng olaq ta bu şeyi bilək. Amma indi sualların özünə gələk. Yəni onu da dedim ki, yadınızda olsun teşviki nədir biz o şeyləri çıxadarıq. Yalanları burada da bir yazaq necə yalanları təşxis verək. Necə yalanları təşxis verək dedim, məsələn, hər neçə bir sorudan bir dəfə gəlirik, bir sualı bir ayrı formatda soruşarıq və ona cavab alırıq. Dedik ki, bu onlayn da gözəl cavablar verir. Bu şərtlə ki, şey olan, adamlar qabaqçı sualları qeydib görə bilməyərək. Yəni, zehnilərində qalmıyor ki, qabaqcan nə deyildi. Bir də qısa və cüz'i suallarla buna cavab vermək olar. Amma indi icazə istəyirəm sizdən keçən həftələrdə açıq sorular və bağlı sorular haqqında danışdıq. Dedik, bağlı sorular olardı ki, cavab vermirlər. İndi istəyirəm neçə cavabı soru soruşaq. Məsələn, istəyirik ki, bir dənə müsahibə istəyirik. Məsələn, mən Torontodayam, Azərbaycanlılar olan yerə ki, xüsusən vətəndir, çox əlim çatmır. İstəyirəm onlardan bir seri sual soruşam. İstəyirik ki, bunlar, məsələn, Urmu gölünə görə nə cür fikirləşirlər? Ana dilinə görə nə cür fikirləşirlər? Bunların birinə, deyən ki, hamısına. Ya, məsələn, istəyirik ki, bunları biz xiyabana çağırsaq, etiraza. Nə şəraitdə gələnlər? Elmi təhqiqdir də istəyirik ki, bizim adamlarımız nə şəraitdə xiyabana gələnlər? Tamam, onda nə edirik? Bir dənə onlayn müsahibə götürürük, buna anket deyirlər bəzən. Bir dənə anket hazırlayırıq. Bu anket neçə cürə ola bilər? Məsələn, əvvəlin sual biz həmişə yazanda, yadınızda olsun, onlayn sorularda ya nəzər səncidə varsa, anketdə,
Anket. Bir də o müsahibədir anket. Ya nəzərsənci. Nəzərsənci ya anketdə biz istirik görək ki, bir dənə məsələ həqqində adamlar necə düşünürlər. Məsələn, gərək burada, yazıda qalsın, çünki gedirik elmi bir məsələnin üstünə, gərək mövzumuz çox cüz'i olsun. Yəni, nə mənəm? Urmu gölü deyəndə, Urmu gölü üstünə nə fikirləşirlər? Urmu gölü xatirələrini istirik soruşaq bunların. Bunların istirik orada olan durumu soruşaq. Orada son zamanlarda gediblər, getməklər, onu soruşaq. Neçə dəfə bu gölə gediblər, onu soruşaq. Yoxsa istirik görək ki, bu gölə görə nə hissiləri vardı, onu soruşaq. Bu gölün vəzinə görə nə düşünürlər, onu soruşaq. İstirik görək ki, məsullar bu gölə görə nə edirlər, onu soruşaq. Bunların hərəsi özü bir mövzudur, anket üçün. Eləyə bildik bunların ikisini ya üçünü götürək, ya birini götürək, anket düzəldək. Anket, yəni nəzərsənci, hər nə qədər qısa olsa, belə çox cavab ala bilərsiniz. Hər nə qədər uzun olsa, belə çətin cavab ala bilərsiniz. Çünki insanların halı hövsələsi yoxdur. Bir saat oturarlar, sizə cavab verərlər. Yorulurlar, yarımçılıqda qoyub gedərlər. Onun üçün nə qədər qısa yazsaz, belə müvəffəqsiz. Qısa yazmaq üçün də gərək sualları çox müşəxəs bir sorunu götürəsiniz. Məsələn, istirik görək ki, Azərbaycanlı türklər, diqqət buyurun, ki, internetə əlləri çatır və savadları vardı, yazıları oxusunlar. Diqqət buyurursunuz, görürsünüz, gedir Azərbaycanlı türklər, yəni Kürdləri, erməniləri, farslılar, ki, burada Azərbaycanda farslılar, yaşlılar, müxtəlif şeylər var, bunları qoyuruq kənara. Amma Azərbaycanlı türk deyəndə həm arvadlar olur, həm kişilər, yəni həm erkək, həm dişi. Amma savadlı olalar, internetə gəlmək imkanları olar. Yəni, həm internet evlərində olar, ya işlədikləri, hər yerdə olur, internetə gələ bilərlər, həm də internetə necə girməyi başarırlar. Ondan sonra bunlar savadları var ki, gəlib bəzi şeyləri oxuyarlar. Əlbəttə, biz onları necə tapmaq, o özü bir məsələ. Yol. Bunlar istirik görək ki, Urmu gölünə nə qədər həssasdırlar, Urmu gölünün son durumuna nə qədər həssasdırlar. Tamam. Sualımızı yazırıq. 1. Ad soruşmayacaq. Onları ki, soruşmayacaq. Əvvəl bu oyunları deyim. Əvvəl gərək anketdən qabaq, anketin başında bir cümlə yazaq. Yazaq ki, sizin adınız, şöhrətiniz, sininiz, kişiyə arvad olmağınız, harda iqamət edirsiniz, diniz nədir, diliz nədir, bunları və adresiniz, bunları anketin özü üçün alırıq, heç yerdə yayılmayacaq və heç kəs bunu görməyəcək. Yəni, adamları itminam verək ki, onların adları, bağışlayayım, mən bunu niyə farsıca yazıram. Pəs, ad və şöhrət. Doğum tarixi, adresləri, daha nə mənə dişi, erkək olmaqları, sinniləri, yaşları, yəni savadları, iş yerləri,
dişləri bunlar yayılmayacaq. Dinləri ondan sonra artı siyasi baxışları. Siyasi baxışları heç yerdə yayılmayacaq. Diqqət buyurun. Bunlar bizim təhqiqimizin şeyi daha bunlar bizim təhqiqimizin sorularıdır. Eləyə bilirik. Yəni adama deyirik ki, bunları deyirik əvvəldəki bu təhqiqdə biz sizdən bir də sorular soruşacağıq. Amma bu sorularda adınız, doğum tarixiniz, adresiniz, yəni həman şəhəriz, burada yazmışam nə? Dişi erkek. Burada dişi. Dişi erkek olmağınız, yaşınız, savadınızın nə qədər olub olmamağı, işinizin yeri və işinizin özü, diniz və siyasətə baxışınız heç yerdə yazılmayacaq. Yəni deməyəcək ki, İnsaf Əliyevin doğum tarixi budur, adresi budur, erkəkdir, bir belə yaşı 53 yaşı vardır, savadlı bir belədir, iş yeri filan günazda işləyir, işi də jurnalistmidir, dini də dinsizdir, ya dinlidir, ya şiədir, ya sünnidir, ya deyil, ya Allahsızdır. Siyasi baxışı da, məsələn, Azərbaycan istiqlaliyyəti və liberalizm. Bunları deməyəcəyik. İndi biz əgər adını deməsək, adı buradan silirəm, bu adamın adını deməyəcəyik. Bu adamın adını deməyəndə bunların hamısını desək heç suda olmaz. Yəni, heç kəs bilməz biz kimlə danışmışıq. Baxın, desək ki, İnsaf Əlini deməyək, deyək doğumu bu tarixdir. Bir nəfərlə danışmışıq ki, əlbəttə bu bilirsiniz da, məsələn, bir də anketdə, nəzərsəndə heç olmasa gərək, məsələn, birdən 54 nəfərlə danışasınız da anket olmalı. Əlbəttə, o həzmi məsələyə baxarlar. Bəli, məsələn, ən yuxarı elmi şeylərdə gələrlər deyirlər, məsələn, 250 nəfər və 260 nəfər kafidir buna elmi şeyə baxmağa. Amma adı, insanların adını yazmayandan sonra o birisləri yazsaq, heç kəs başlapaz bu kimdir, haradır. Amma bunlar əlamət verər haradır. Adamı tanıya bilərlər. Yəni, doğum tarixini yazsaz, adresini yazsaz, xanımlığın yazsaz, yaşın yazsaz, savadın yazsaz, iş yerin yazsaz, işin yazsaz, dinin yazsaz, siyasetin yazsaz, yavaş-yavaş o adamı tapmaq olar. Onun üçün biz əvvəldə bir cümlə yazırıq müsahibədə, hətta huzuru olanda bunu deyirik. Deyirik ki, mən bu müsahibədə fəqət təhqiq üçün sizin bəzi şəxsi ittilatınıza ehtiyacım var, amma bu ittilat, şəxsi ittilat heç yerdə yayılmayacaqdır. Sadəcə şəxsi bu iki bilən mən kimlə müsahibə eləmişəm. Onun üçün deyirik ki, ondan sonra soruşuruq ki, məsələn, o formuda bunu ki, elan elədik, ondan sonra soruşuruq ki, online'da adınız yazın lütfən, adlarına yer qoyuruq, yazırlar, tık gedir. Məsələn, adını yazdı Əkrəm, diqqət buyurun ha. Əkrəm Heydəri. İndi Əkrəm kişi də arvaddır. Bizim birindəmiz fikir ki, Əkrəm kişi arvaddır. Amma həm Güney Azərbaycanda, həm Quzey Azərbaycanda bir çox yerdə Əkrəm adı xanım adıdır. Kişi adıdır, məzərət istəyirəm. Pəs adla bilinməz ki, bu adam erkəkdir ya dişidir. Hətta mən geçən həftə bir dostla danışırdım, deyirdi ki, pərəstar da adam, evlərdə gedir mənizlərə baxır, danışırdım. Dedi ki,
Heç sən fikir edirsən Məhəmməd adı arvad adı ola, xanım adı ola? Yox. Çünki dünyanın hər yerində bilirlər Məhəmməd kişi adıdır. Türkiyədə Məhəmməd demirlər, ya Muhammed demirlər. Türkçə deyirlər Məhməd. İki dəlili vardı. Dəlili ilə hələ işimiz yox. Biri bu ki, Peyğəmbərə ehtiram qoyurlar. Peyğəmbər böyük bir şəxsiyyətdir. Biz o adı öz üstümüzə qoyub ona ihanət edənlər. Yəni, hörmətlə baxırlar Peyğəmbərin adına və özünə. Onun üçün onu biraz dəyişik deyirlər ki, Peyğəmbərə cəsarət, ədəbli yəni dolanırlar. Necə uşaqlara deyirlər, əfəndim, Allaha deyirlər, əfəndim. Yəni, çox böyük da, yəni siz bir uşağı öz-özdən böyük dasa, əfəndim deyəsiniz. Həman ləfzi işlədəsiniz ki, Allaha işlədəsiniz. Elə bir deyəsiniz, bari Allah, həm uşağa deyəsiniz, həm Allaha deyəsiniz. Bu ədəbdir, mərifətdir. Yox. Bir dənə Türkiyədə Həzrəti Məhəmmədin adını bir nəfər üstünə qoysa, ona Muhammed demirlər. Çünki deyirlər ki, ədəbsizlikdir Həzrəti Məhəmmədə. Deyirlər Məhməd ya Məhməd. Hindistanda arvadların adına deyirlər ki, Mahmad. Mahmad. Yəni, həmən Məhəmmədi Məhməd deyirlər. Müsəlmanlar. İndi, onun üçün biz gələk bu adın yanında hətmən, hətta adı Əli olsa, adı Hüseyin olsa, gələk axirdə bunu soruşaq ki, dişisən ya erkəksən. Mümkün də adın qələt ya, amma dişi, erkəkliği bizə yaxşı olar. Bilirik ki, bu adı düzdür. Biraz o da kontrolü sual. Doğum tarixini soruşarıq, bilərik ki, bu adam ki, bizə cavab verir. Məsələn, neçə yaşdan yuxarıdır. İstiqlalı var ya, yox, biz bu adamın sözlərini hesaba gətirə bilirik, özü təsmin tuta bilər, yoxsa bu ayrı adamların etkisi altındadır. Adres deyəndə evinin adresini soruşmarıq və ya şəhrin soruşarıq. Mən bunu burada əlavə edeyim, şəhərin soruşarıq. Məsələn, Tehran kimi bir yerdə olan adamın şəhərindən əlavə məntəqəsini də soruşa bilərik. İstanbulda, Ankara'da, Təbrizdə eləyə bilir ki, hangi məntəqədə oturursan. Onlar da deyər, məsələn, Vəliəstdə otururam, ya Zəfəraniyədə otururam, ya məsələn, harada otururam, yerini deyərlər. Pəs şəhəri adresdən mənzur bu deyil ki, deyək, sən mənə evinizin nömrəsini decinən, Dərbəndizin adını decinən, yox, onu soruşmaq üçün onda o adam qorxar. Ki, bu ola bilər İran dövləti, ola gələrlər, məni tutarlar. Amma şəhərin soruşan, hangi şəhərdəsən, bir şəhər bizə deyəcəkdir. Bunu da axtarmağa ehtiyacımız yoxdur. Çünki bizə mühüm deyil ki, çox mühüm. Əlbəttə, bəzi təhdidlərdə çox mühümmüdür. Amma bizim buradakı istiqşuraq Azərbaycanın son durumu, Urmu gölünün son durumuna görə bunlar necə düşünürlər, hiss eləmirlər. Necə düşünürlər, onda bizə ehtiyacı yoxdur ki, bunu bilək. Məsələn, Xorasanda bu adam bizə cavab verən, ya Tehran'da, ya Təbrizdə, ya Urmiyədə, ya Zəncanda, ya Qəzvində, ya Sistanda, Lücistandadır. Amma əgər bəzi təhqiqlərimiz var ki, istiqşuraq Urmiyəlilər, ya Təbrizdilər, ya Kürdlər Urmu gölünə necə baxırlar. Onda təbii ki, o şəhər bizə mühümdür. O şəhəri tapmaq üçün diqqətli suallar qoymalıyıq. Hətmən gərək ondan sonra bunlardan soruşuq ki, cinsiyyətinizi təyin edin, 2 sualı olacaqdır, onlar özləri. Şəhərlərin biz gərək açıq qoyaq özləri yazarlar, çünki şəhər çox-çoxdur İranda onu və bunun yanında eləyə bilirik ki, baxın bunu qoyaq, Ustan, şəhər. 2 dənə seçi qoyaq, yəni adres yazanda deyək ki, Ustan və şəhər, bunların birini seçələr. Azərbaycanın şərqi Təbriz, Azərbaycanın qərbi Urmiyə. Tamam. Dişi erkek soruşuna gələndə gəlində 2 dənə çünki var, yazar ki, cinsiyyət ya bu yazarlar özləri bunu açıb seçərlər, cavab olar, gələr bizə. Hər sualdan da sonra gedər, yəni o birisi sual gələcəkdir. Bu da bu. İndi ondan sonra gəlirik yaşa. Yaş da tüm ola bilər 18-dən aşağılar bizə cavab versələr, qanunən bunlar uşaq olurlar. Bizim təhqiqimiz tüm uşaq adına dəyiri, uşaqlar üçün dəyiri və bunların məlumatına, ya bunların səfər eləmək imkanlarına, ya bunların düşüncə imkanlarına biraz şeylə baxırıq. Düzdür ki, bunlar savadlıların çoxundan da ağıllıdırlar. Amma
uşaq hesab olduqları üçün bunlar cavab da versələr, cavabları təhqiqdə hesaba gəlməz. İlla bu ki, yox ki, biz istirik görək ki, diqqət buyurun, təhqiqimiz bu olar. Baxın, bu çox daha gedir, çox gözəl olur. Qərbi Azərbaycanda 10-15 yaşlı ya 10-18 yaşlı məsələn mədrəsə uşaqları Urmu gölünün son vəziyyətinə görə nə düşünürlər? Burada təbii ki, bunları fəqət toplarıq. İndi 18 yaşdan sonra və 10 yaşdan aşağı hər şey cavab versə, bunları silərik. Yəni, təhqiqimizdə hesaba gətirməli. Yaşın tüm tedadı biri ola bilər, 10 yaşı ola, 11, bağışlayın, 18-in özü bu tara, 19 ola, 20 ola, ta getdik 90, 95, 100, 103. Bunun üçün çox orada seçim vardı. Geldi orada seçim qoyarıq, özləri hangi yaşdadılar onu seçərlər. Əlbəttə, əgər bizə çox mühüm olsa ki, bunun tarixin, məsələn, ayını da bilək, bir dənə də ay qoya bildik. Amma bizim bu təhqiqimizdə ehtiyacımız yoxdur aylarını bilək. Çünki biz bu təhqiqlə fərq gələcək sonunda deyək ki, neçə yaş arasında burada şirkət ediblər, hangi yaşın renci nə cür düşünür, cavabların fərqini buradan çıxaracaq. Cavabların hətmən soruşarıq, görək ki, bunlar bizim əvvələn suallarımızı düşünmə hətta savadları var. Biyolog. Mən indi bunu danışa bir yaxşı təhqiq zeynimə gəldi. Məsələn, biz əgər təhqiq edək ki, bunların ana dilləri, diqqət buyurun, bizə cavab verənin ana dilləri nədir? Amma bunu gizlədirik, heç kəsə bilindirmirik. Ayrı sual soruşarıq, burada ana dili olanda savad. Mən burada savadı ayrı yazım, diqqət buyurun. Savad bəhsində çox soru soruşarıq. Ana diliz nədir? Yəni, sənin cavab verənin soruşarıq. Sənin ana dilin. Atavın ana dili. Anavın ana dili. Anavın atası dili. Diqqət buyurursunuz, yəni mən bunları yazmayayım da. Atasının, ananın, nənəmin, məsələn, nənəsinin dilini soruşarıq, nənəmin dədəsinin dilini soruşarıq, nənəmin nənəsinin nənəsinin dilini soruşarıq, nənəmin nənəsinin dədəsinin dilini soruşarıq. Eyni halda gəlirik dədə tərəfimə. Dədə tərəfinə, məsələn, dədəvin dili nədir, dədəvin nənəsinin dili nədir, dədəvin nənəsinin nənəsinin dili nədir, dədəvin dədəsinin dədəsinin dili nədir. Beləliklə, 4 nəslin dilini ələ gətiririk ki, bu adam 4 nəslidə dilləri nəymiş? Yəni, əsli dili bu adamın nədir? Buradan da ilinasyon olub olmayıbdır, özün manqurt olub olmayıbdır, onu çıxada bildik. Yəni, manqurtluğu bu sualdan çıxadarıq və deyərik, məsələn, İranda 2500 nəfərdən biz onlayn soru soruşduq, anket elədik. Anketin içində bəlli oldu ki, bunların, məsələn, bir iddə insanlar ki, özlərin fars bilirlər, bunların 3-cü nəsli türkdür, məsələn, ya ərəbdir, ya bəlusdur, ya hər nəvənədir. Yəni, deyərik ki, bunlar 2 nəsl manqurd olublar, ya 1 nəsl manqurd olublar. İndi ondan sonra evdə nə dildə danışırsınız, anan öz arazda, anan babamla nə dildə danışır, anan dədəsi ilə nə dildə danışır, anan babası ilə nə dildə danışır. Bunları dana soruşanda da bu dedim, bu özü bir təhqiqdir. Yəni, istirik görək ki, manqurtluq nə qədərdir? Bunu da bu sualın içində, yəni savadı, fərəz savadları soruşmaqla eləyə bildik ki, manqurtluğun, dərinliğin, azlığın, çoxluğun, genişliğin çıxardaq və bu mənim özümə gəlir ki, çox gözəl bir məlumat olar. Eyni halda hətta eləyə bildik ki, bunların nənənin, məsələn, adamlardan o 3 nəsli ki soruşuq, onların sinini də soruşaq. Diridirlər ya ölüdülər, görmüsən, görməmisən,
onlarla danışmısan, danışmamısan. Yəni, adamın 3 nəsli ilə özüdür, dədəsidir, dədəsinin dədəsidir, dədəsinin dədəsinin dədəsidir. Yəni, 4 nəsl, 5 nəsl dalıya aparsaq da, adamlar, məsələn, mənim deyək nəvəm, mən varam, mənim uşaqlarım var 2 nəsl, mənim nəvəm var 3 nəsl, mənim dədəm var 4 nəsl, mənim dədəmin dədəsi ölübdür, o 5 nəsl, dədəmin, dədəsinin dədəsi, yəni mənim öz dədəmin, babamın, atamın cəddi. 6 nəsl olur, bilirsiniz? 6 nəsli soruşanda biz eləyə bilirik soruşaq. 6 nəsli əslində biz eləyə bilirik ki, deyək bir İranda, məsələn Tehranda Farsların 6 nəsli qabağa geçsək, bunların nəsillərində nə vardır? Necə ki, Tehranın özündə, ya Məşəddə, Qumda, Xorasanda, hər yerdə bu təhqiqi aparsaq, bizə ilinasyonun az xod biganeci, manqurtlaşmaq, özgələşməyi bizə atılır. Yəni, əgər bizim təhqiqimiz bu ola ki, məsələn, İranda özgələşməyin dərinliyi. Ölçaq, İranda özgələşməyin, yəni manqurt olmağın dərinliyin ölçmək. Ya dərinliyi. Fəqət elə bu dərinliyin tutsaq, bir dənə özü böyük, gözəl təhqiqdir və bunu onlayn təhqiq eləmək olar. Hətta buna bir az pul xərcləmək olar. Yəni, məsələn, ərz edeyim xidmətinizə bir neçə 100 min tümən ilə Fars web saytlarında, məsələn, deyək, hansı şəhərin bir ruznaməsi var onun web saytında, bunu qoymaqla oradan link veririk bizim əsli saytımıza ki, orada sual soruşur və burada o məmləkətin hər yerindən bunu soruşa bilirik və ala bilirik və gözəl bir şey çıxar. Hər halda İnsanların savadları bizə çox mühümdür. Görək ki, bunları bizə verən diplom alıblar, almayıblar ya aşağıdırlar. Fog diplomdular, lisansıdırlar, fog lisansdılar, doktoradılar, ustad danışqahdılar. İşləri ondan sonra bizim dərdimizə dəyər, bunlarla ilgili. Görək ki, bunların sonra da bu düşüncələri bizə göstərər ki, onlar işi savadları azdır, Azərbaycana çox ürəkləri yanır, ya onlar ki, savadları çoxdur. Onlar üçün mütəxəssisdilər, dövlətlə ilgilənilər, dövlətin məsələn 20 il, 25 il, 30 il təbliğatı altında dərs oxuyublar. Onlar çox Azərbaycana əlaqəlidirlər və onlar üçün dərs oxuyublar. Diqqət buyurursunuz, yəni bir dənə sadə sorular bizə bir dünya məlumat verəcəkdir. İşi də soruşsaq, bu bizə daha çox məlumat verər. İş yerləri, məsələn, soruşsaq, bu bəlli olar, idarədədirlər, ya filandadırlar. İşləri nədir? Məsələn, müdürdür, filandır, bəhmandır, bunlar da çıxar. Dinlərin məmulən gərək soruşmayaq, soruşmarıq da, illa ki, bu bizim dərdimizə dəyər, çünki təhqiqimizdə gəlmir. Onun üçün bunu da soruşmarıq. Siyasi baxışların soruşmarıq. Bunları siyasi baxışı və dini ayrı cür təhqiq elərlər. Yadınızda qalsın, əgər biz istəyək təhqiqimizdə görək ki, sünni olmaqla şiə olmağın Urmuc gölünə nə cür baxmaqda təsiri var. Əgər ki, Urmuc bu olar ki, sünnilər, çünki kürdlər sünnidirlər və türklər şiədirlər. Bunlar sünni olduqları üçün Urmuc gölünə baxmırlar, çünki oranı türklərin bilirlər, yaxılanı bilirlər. Onun üçün bunda da bir ayrı model. Necə ki, məsələn, görək bunlar İrancıdırlar, şahçıdırlar, cumhurixahdılar. Bunları istəyək soruşaq, onları da soruşsaq cavab versələr də bizim dərdimizə burada dəyməz, amma eləyə bilirik, tərif edək sorularımızda dərsin dərdimizə. Onda da bu sualları yenə qeyri-müstəqim gərək mətrəh edək. Məsələn, deyək ki, Cumhur İslamiyə görə bir sual soruşsaq ki, Cumhur İslaminin Urmuc gölünün qurutmağında rolunu nə qədər bilirsiniz? Adamlar orada qabaqlarına qoyacaq az, çox, ya az, ya heç yox. Onda görəcəksiniz ki, bunlar Cumhur İslamini seçəcəklər.
ya onu seçməyəcəklər mı qəsr bilməkdə, oradan da biləcək ki, bunlar nə qədər, məsələn, Cumhur İslamistidirlər ya falan siyasətə. Yəni, siyasətə və suallarla qoyub, qeyri-müstəqil siyasətini çıxartmaq olar. Pəs biz nə edirik? Anketdə sonra da əvvəl gəlirik, bunları soruruq, amma deyirik, bunları heç kəsə deməyəcək. Və vaqəndə deməyəcək ki, İnsafəli Hidayət eləyə bilirik. İndi bunu yazdım, məsələn, mən bunu yazdım, İnsafəli Hidayət, Türkçə yazıram. İnsafəli Hidayət 53 yaşında Torontoda, işi də erkəkdir özü də, 53 yaşı vardı. Fok lisansdan biraz çox dərs oxuyubdu. Doktoranı oxumayıb, yəni. İş yeri Günas TV-dir, işi yazıçılıqdır, dini ateist ya hər nə mənədir. Siyasətə də liberal Azərbaycan istiqlalçısıdır, məsələn. Liberal federalist Azərbaycansıdır. Çünki mən Azərbaycanın gələcəyinin özün federal idarə eləmək düşünürəm. Müstəqil Azərbaycan federal idarə olmalıdır. Mənim şəxsi nəzərimdir. Onun üçün mən federalist istiqlalçı Azərbaycancıyam. İndi İran içində federalist deyirəm. Azərbaycan istiqlalı fikri içində şeyəm. İndi bu istəyirik görək ki, deyirik ki, mən istəyirəm təhqiqimin sonunda deyəm ki, nəticəni yazandan sonra. Nümunə üçün İnsafəli Hidayət ki, belə bir müşəxəssatı vardır, elə bir mozicirisi var. Nə edəyəm? Gərək İnsafəli Hidayətin e-mailinə orada e-mailini almalıyam. Burada e-maili də yazaq. E-mail. Ya hətta telefon. Telefonu niyə alarıq? İndi bunu da deyərəm. E-mail və telefonu alarıq. Buna görə ki, fərz buyurun ki, yazarıq ki, e-mail və telefonunuz buna görə lazımdır ki, təhqiqin məsul mümkündür cavablar doğru olub deyil, doğru deyil. Yəni, cavabları siz yazmışsınız ya yazmamışsınız. Onun üçün sizə tekst göndərə, ya e-mail göndərə, ya da zəng eləyə görə ki, siz varən həman adamsınız. Bəli, bu telefon heç kəsə verilməyəcəkdir. Bu, o şəkildə nə olar? Bəzilər, məsələn, mənim adıma bir ayrı adam form doldura bilməz. İndi bir web saytlar vardır ki, mənim əksimlə ya mənim adımdan bir ayrı yerlərdə ayrı bir şeylər açılıb qətən, yəni bu olar. Amma adama desən ki, sən bunu açırsan, mən bu e-maillə yazılaşacağım, telefonu verəcəm, zəh vuracağım, danışam. Adam zəh vurar, görər ki, İnsafəli deyir da, bir ayrı adamdır. Ya danışa bilmir, ya danışsa da İnsafəliyə görə bir şey bilmir. Bunun üçün bunları almaq olar və bunlardan, amma gələk ona bir e-mail eləyək, yazaq ki, bu təhqiqdə sizin nəzəriniz çox cəlib olduğu üçün, əgər icazə versəz sizin şəxsi müşəxxəsatınızdan istifadə eləyərək bu anketi aydınlarmaq üçün sizi misal vuraq. Adam deyər ki, yox, bağışlayın, mən istəmirəm, biri bilsin ki, mən nə tür düşünürəm. Gərək çunə vurmayaq, qəbul edəyək. Ya da deyər ki, olsun, heç iradə yoxdur, buyurun. Onun üçün bu daha bir şey. İndi bu bəs baxın, sorğunu nəzərsənci, yəni müsahibə umumi eləmək üçün də bu soruları gətirə bilirik. Məsələn, indi baxın, bu sorulara görə İran dövləti hər 10 ildən bir qanun əsasında, qanuna görə İran dövləti hər 10 ildə bir anket aparır İranda, yəni sərşumarı edir. Sərşumarı adı sərşumaridir, əslində anketdir. İçində hududən 100-dən çox bəzən də sual olur. Bunların bir çoxuna o adam ki, sizin sicilinizi alır, baxır, yazar, o özü orada cavab verir. Adınız nədir, şöhrətiniz nədir, ondan sonra adresinizi, nə bilim, erkək kişiliğinizi, doğum tarixinizi, ondan sonra bəzi şeyləri o sicilini, ya kart-ı milliyin üzüylə özü orada yazır, cavab verir, sonra da bir iddiələrini soruşur. 10 ildən 10 ilə o anketlər ki olur, o yəni nəzərsənci ya sərşumarı ki olur İranda, o ən böyük elmi təhqiqdir ki,
gedir. Onun əgər doğru düzgün sorular qoysalar, o məmləkətin bir çox müşkülünə yol axtarmaq üçün bizə kömək edir. Və tamami təhqiqlərdə bizə böyük bir imkan olur. Amma mütəəssifanə İran dövləti o anketləri sırrı saxlayır. Və o anketlərdə də biz axirində görürük, fəqət bizim birləşmiş belə İranda cəmiyyət var, bir belə kişi var, bir belə arvad var, bir beləsi kətdədir, bir beləsi şəhərdədir, bir beləsinin yaşı buradan buradır, buradan buradır, buradan buradır, bir belə ibtidai oxuyur, bir belə rahimai oxuyur, filan bəhman bunlar olar. O halda ki, bunun içində çoxlu bir sorular vardı, görürsünüz, biz fəqət bu soruları deməklə görürük. İndi bundan sonra bu sorular ümumi sorulardır, adamların bizə etimadı üçün və ha belə soruya adət vermək üçün bunları soruşar və bizə bunlar təhqiqatı da ola bilər. Hətta bunlardan yadınızda olsun, məsələn, biz bunlardan çıxacağıq, sonra məsələn, arvadlar nə tür fikirləşirlər, kişilərlə, yəni erkəklə dişinin nəticəsi olacaq ki, erkəklər nə tür fikirləşirlər, hətta burada evli subay, evli. Subay və evli olmaq da onların içində olar. Mücərrət ya mütəəhhil deyirlər ha. Subay ya evli olmağı da orada soruşacaq ki, sən evlisən ya subaysan. Bu da bizə deyəcək ki, məsələn, evli olanlar nə cür düşünürlər, evli olmayanlar nə cür düşünürlər. Çox ciddi bir bizə nəticələr verəcəkdir bu. İndi ondan sonra gəlirik, Urmuc örnəcəyə gərək sual soruşaq. Suallarımızı yazırıq, buradan ki gedibdir, bunlar heç. İndi yazırıq, sualın davamıdır da. Bunlar indi məsələn olubdur 15. Məsələn deyirəm. Ya 7, ya 10, hər necə. Deyək 10. 10-cu sualı başlayırıq. Ən son nə zaman Urmu gölünə ya gölün görməyə getmisiniz? Getmisiniz. Bu da qələt oldu. Əlaməti sual. Eləyə bilirik bunu bağlı cavab verək. Deyək ki, bir həftə öncə, bir ay öncə, bir gün öncə, bir həftə öncə, bir ay öncə, 5 ay öncə, 1 il öncə, 2 il öncə, 5 il öncə, beləsi deyək. Ya da ki, online belə bizə imkan var. Diqqət bunu imkanları deyək. Belə bir şeylər var. Online imkan verir. Düyməni belə buradan yapışaq, belə bir düymədir, xəttin üstündə. Bunu yapışaq, buradan çəkək tarixə tərəf. Ya da ki, özümüz qoyuruq adam yazsın tarixi. Yəni, bu bizə imkanlardır. Görürsünüz ki, buradan yapışır, klik edir, gətirir, burada qoyur, məsələn, 5 il qabaq görmüşəm. Bu bizə deyir ki, bu adam nə rəq keçirdi. Ya, məsələn, sonra yazılır ki, məsələn, 2, məsələn 11, məzərət istəyirəm. Mən sualı ilə burada bir gördüm, üçün yazam. 11. Məsələn, keçən 5 ildə geçən 5 ildə neçə dəfə Urmu gölün ziyarət etmisiniz? Qoyuruq adamlar özləri cavabları yazsınlar ya da ki biz onlara seçenek veririk. 1 dəfə, 2 dəfə, 5 dəfə, 10 dəfə adamlar oradan seçirlər. Bəli, yaxçısın, düş qoyaq özləri bunu görsünlər. Deyirik ki, məsələn 12 ziyarət zamanı təkiniz ya qrup getmişdiniz. Təkcanı neydiniz ya qrup getmişdiniz. Ondan sonra soruşuruq ki, Urmu gölündə
Su, məsələn, Urmu gölünə yaxınlaşarkən nə cür hiss edirdiniz? Ürəyinizdə nə hissiz var idi? Açıq qoyarıq yazsınlar. Burada görürsünüz, əlbəttə cavab da verə bildik. Məsələn, sevindim, əslən sevinmədim, çox sevindim, ağladım, çox ağladım, narahat oldum. Bu cür şeylərlə vermək olar. Bir də buradan özü yazar. İki cürə yəni cavab vermək olar. Online'da bizim əlimiz çox açıq olur. Ondan sonra 13, məsələn 13-cü sual Urmu gölünün yanında durarkən suyuna girdinizmi? Adama açıq cavab veririk. Deyir ki, əslən su yox idi. Su çox az idi. Suyun dərinliğini nə qədər gördünüz? Neçə santimetr gördünüz? Qabağında yazıq təxribən neçə santimetr gördünüz? Yəni santimetrlə ölçməyiblər, dərin, doğru deyil. Heç kəs yanımızdan bizim o qədər elmi düşüncəmiz yoxdur. Gedəndə yanımızdan xətti şaparaq 10 yerdə, 15 yerdə bunu ölçək, sonra deyək ki, ortalama bir belə su var idi. Dolanmağa gedirik əslində, getmirik ki, elmi bir təhqiq eləyək. Vətən üçün elmi baxmıyorsunuz. Ondan sonra deyirik ki, sənin nəzərvə Urmu gölünün suyunun qurumasının səbəbi nədir? Səbəb, daxil parantez səbəbləri nədir? Yəni, dəlilləri nədir ki, bu Urmu gölü qurur? Dövlət deyir ki, bunu bilir ki, dövlət deyir ki, əkinçilər çox qarpıza su verirlər, algıya su verirlər, ona görə biz su gərək getmiyor. Yəni, suyun qurumağının səbəbi, Urmu gölünün qurumağının səbəbi, tarixdə orada alma əhməzmişlər, üzüm əhməzmişlər, qarpızı əhməzmişlər. İndi əkinçilər ona görə quruyur, yoxsa şey olmazdı, yəni su qurumazdı, tarixdə də əhmirdilər ona görə quruyur. Yəni, belə bir tənzi baxış vardı da, bilirsiniz. Deyək ki, sizcə kim Urmu gölünü qurutmaqda müqəssirdir? Cavab yazarıq özümüz. Dövlət, əkinçi, sənaye, sədlər, yağışın yağmaması, Urmu gölünün duzluğu. Suyu Təbrizə ya ayrı şəhərə aparmaq. Adamlar bunlardan neçə dana gərək seçənək verək. Bir dana verməyək. Deyək ki, bunlar seçsinlər. Çünki bəzən insanlar bir dana dəlil yazmağa gəlirlər, 2 dana yazmağa gəlirlər. Amma siz dəlilləri buranın gözlərinin qabağına qoysanız ki, dövlət nə qədər müqəssirdir, millət nə qədər müqəssirdir, Təbrizə su aparırlar filan yerə. Yəni, tamamı ehtimalatı qoysanız ki, o da bunların qabağına tik vura bilər. Belə bir xət vura bilər. Onda görərsiniz ki, adam bunlardan hansını qoyur. Bunu da eləyə bilərsiniz, sonra deyərsiniz ki, bir ayrı sualda deyərsiniz ki, bunları bizə, bu cavabları mürəttəb edin. Hansının çox təsiri var Urmu gölünün qurumasında, onu aparın birinci eləyin. Ondan azı ikinci, ondan azı üçüncü, ondan azı dördüncü, ondan azı beşinci, ya da azı məsələn 10-cu eləyin. Ondan sonra bunlar onu zamanlarlar. Və biz bilirik ki, məsələn, bunların nəqşi nə qədərdir? Yəni, özümüz buna hədsi vura bildik. Sual qoyanda demişik ki, məsələn, birinci, bir belə faizli, ikinci, bir belə faizli, üçüncü, bir belə faizli, faiz hesabı onu eləyə bilirik, aparaq. Və beləliklə görərsiniz ki, soruları soruşarıq. Məsələn, soruşarıq ki, sizcə Urmu gölünü necə nəcət vermək olar? Mən əlbəttə deyirəm, yəni Urmu gölünə görə çoxlu sual soruşmaq olar. 50 dana bəlkə sual soruşmaq olar. Amma məsələn, 15 dana, 20 dana soruşsaq bizi görər. Məsələn, 10-dan başladıq əslisin. 10 dana, 15 dana soruşsaq bizi görər. Urmu gölünü necə nəcət vermək olar? Urmu gölünə su gətirmək ola bilərmi ayrı yerdən? Və. Sonra bunları bir dana təşəkkür edərək, çox sağ olun, bizə cavab verdiniz. Biz, diqqət buyurun, burası mühümdür.
Elə ki, təşəkkür elədik, bir dənə gələk təşəkkürdə belə bir şey yazaq. Ya onlayn ola, ya əlimizdə gedirik görək, ya evlərindən kağız göndərmişik, gələk belə bir şey yazaq. Biz sizin yenə də təkid edirik. Sizin şəxsi ittilaatınız fəqət mühəqqiqin dərdinə dəyəcəkdir. Bir ildən sonra, ya 10 gündən sonra, ya bir il, 2 ildən sonra bu Kanadada normalda 2 ildir. 2 il bu təhqiqatın nəticələri, yəni print olar, ya onlayn olar. Bunlar bir il save olarlar bu şeylərin üstündə nədir? Məsələn, mənimki bunun üstündədir, təhqiqim. Bunun üstündə 2 il save qalar. 2 ildən sonra bunun dəstgahını yandırarlar. Kağız olsa kağızları yandırarlar. Çünki o kağızlar fəqət o təhqiq eləyənin əlində olmalıdır. Ayrı adamın əlinə girsə, o adamlardan sui-istifadə edə bilər. Çünki onların bizim əlimizdə ittiraatlar var. Onun üçün bunu, normalda budur ki, bunu ya aparar, məsələn, burada mərkəzi təhqiqat var, fərz buyurun ki, mən hər yerə bu təhqiqi edirəm, ora vermərəm. Çünki oranın rəisi, müavini, karmətləri bunu götürüb sui-istifadə edə bilərlər. Bunu mən götürürəm, aparıram bir bankın sandığına qoyarım. Kilidi də özümdə saxlarım. Ya onu da bir ayrı sandığa qoyaram. Ki, o sandığı fəqət mən biləm hardadır. Onu mən lazım ona 2 ildən sonra gedib bunu açacağam. Onun için olan kağızları ya bunu məsələn yandıracağam. Bu şeydə kompüterə taxırlar üstünə save edirlər yazıları. Ondan sonra bunun özün belə yəni software ki, aradan aparacaqsan heç, e-maili delete edəcəksən heç, gərək bunu hardware, yəni kağızlar olsa yandırasınız, belə bir şey olsa sındırasınız ki, qeyri qabili baziyyat farsda deyirlər. Yəni onu döndərişmə imkanı olmuyor, qaytarmaq imkanı olmuyor. Ta adamların əmniyyəti xətərə düşmüyor son zamanlarda. Amma deyirsiniz adamlara ki, bir ildən sonra, 2 ildən sonra bu sizə ait olan tamamilə sənədləri də yandıracaq, aradan aparacaq və sizə bu e-mailizə təhqiqin sonucunu göndərəcək. Yəni biz o için müntəşir eləyəcəyik, onu ya xülasəsini göndərəcək. Qalb istəyirsən nə qədəsini verəsən, ona nə qədəsini verməyəsən. Təbii ki, onda da verəndə demirsən ki, sənin düşüncən verək. Bütün adamın yadından çıxmasın nə cavab verək ki. Fəqət təhqiqi verirsiniz ki, məsələn, burada 2000 nəfər şirkət eləmişdi, 2000 nəfərdən bir beləsi arvad idi, bir beləsi kişi idi, bir beləsinin savadı idi, bir belə idi, bir beləsinin işini belə idi, bir beləsinin işini belə idi, bir beləsi dövlət işçisi idi, bir beləsi bazar işçisi idi, bir beləsi tükançı idi, bir beləsi işsiz idi, bir beləsi nə bilim filan şəhərdən idi, bir beləsi kətdən idi, bir beləsi Tehrandan idi, bir beləsi filandan idi. Tehranda olanlar belə düşünürdü, filan məsələyə görə Urmunun ziyarətinə bir dəfə gedənlər belə düşünürdü, 2 dəfə gedənlər belə düşünürdü, 5 dəfə gedənlər belə düşünürdü, 5-dən çox gedənlər belə düşünürdü. Urmunun ziyarətinə getməyənlər əslən getməyiblər, belə düşünürdülər. Görəcəksiniz ki, bir dana böyük təhqiq çıxdı. Bu 15 sualdan bir dana kitab çıxdı 200 səhifə. Və bu analizi çox mühümdür və nəticəsi çox mühümdür. Bizə böyük imkanlar verir. Bunun üstündən yüzlər xəbər düzəltmək olar. Yüzlər məlumat vermək olar. Pəs bu da bir anket ya müsahibədir, onlayn ya kağızla. Adına anket nəzərsənci ya hətta sərşumari deyirlər İranda çox böyük olanda. Sərşumari və bu bizim şeyimiz üçün bir təhqiqi elmi üçün çox mühüm bir vəsilədir və mütəəssifanə milli hərəkətdə mən özümü də desəm, yəni biz bu anketlərdən istifadə eləmirik. Günas TV bir müddət bundan istifadə edirdi. İndi bilmirəm istifadə edir, yox, web saytına baxmamışam, amma indi baxa bilmirəm, istəyirəm ki, Günas TV istifadə edir ya yox, amma mütəəssifanə elmi deyil, yəni baxış. Mən Günas TV bilirəm ki, təbliğatında deyir ki, sorular yeri, yəni haradadır Günas TV'nin web saytı buradadır.
Gedək görək ki, Cunas TV, Facebookda məqalə, məqalədən sonra kitab, televizyon bərnamələri, qalerilər, ərz edeyim xidmətinizə, yəni əks qalerisi, yazılar ki seçiliblər. Mütəəssifانه mən heç görmədim ki, burada sorğu yeri olsun, amma Cunas TV hey bunu təbliğat edir ki, sorğular da var. Yəni, mən fikir edirdim ki, televizyon, kitab, məqalələr, Cunas TV, Facebookda son xəbərlər, çox görünənlər, mövzular. Soru yeri yoxdur mütəəssifانه. Bilirsiniz, məsələn, sorunu soruşmaq bir şey deyil. Yəni, məsələn, bir dana şey qoyursunuz, 2 gün ya, 1 gün ya, 1 həftə bir dana sorunu qoyur sonra Azərbaycanın istiqlali üçün diqqət buyurun, bu çox mühümdür. Məsələn, elə bunu da deyirəm oturaq, çünki şey oldu, vaxtımız çox keçdi. Soru soruşuruq. Azərbaycanın, bunu beləsi yazım. Çünki bu Cunas TV-də bir dana sual idi. Ona görə deyirəm, Azərbaycanın gələcəyi üçün necə düşünürsünüz? Bu sualın qabağında 5 dana seçenek verirsən, beləsi hamısının qabağında tik vurmağı imkanı var. Azərbaycan istiqlalı, Azərbaycan xudmuxtariyyəti, Azərbaycan İran içində, Azərbaycan İran federal içində, Azərbaycan indiki durumunda, Azərbaycan daha çox ustana məsələn parçalanma, beləsi verirsiniz. İndi bu 5 dana sualdan tamam bir həftə 10 gün qaldı burada, biz bundan bir nəticə aldıq. 10 nəfər şirkət elədi, 50 nəfər, 100 nəfər, 1000 nəfər, 5000 nəfər, 100 min nəfər şirkət elədi, tamam. Adamın çoxluğu mühüm deyil təhqiqdə. Mühüm deyil ki, məsələn, mən istirdim Azərbaycan istiqlalına olan təmayülü, əlaqəli, marağı soru soruşan, o dərsi ki oxuyurdum, postgraduate, yəni doktora ilə fوق lisans arası dövrədə. Kanadada bizə mərkəzi təhqiqatı ki, Amerikada və Kanadada vardı, onun profesoru öyrədirdi. Deyirdi ki, məsələn, siz fikirsiz İranda 40 milyon Azərbaycanlı var. $40 milyon Türk var İranda. Bu 40 milyon Türk üçün lazım deyil 40 milyondan soruşasınız. Bəlkə 260 nəfər kifayət elər və 264 nəfər. Siz istəyəsiniz daha çox biraz da geniş eləyəsiniz, eləyin məsələn 1000 nəfər, 1200 nəfər. Yəni daha çox şeyi çox alır, amma sizə çox iş çıxacaq yəni bu. Bu beləsi elmi şəkildə görə 40 milyonun nəzərini çıxartmaq üçün 260 dənə cavab alsaz, hər nə mühüm deyil, kafidir. Amma məsələn, istəyəsiniz ki, siz bunu daha çox yuxarı bir etimadla elan eləyəsiniz, eləyə bilərsiniz. Məsələn, 1000 dənə, 2000 dənə, 3000 dənə çıxartarsınız, amma ehtiyacı yoxdur 5000 dənə olan. Elmi sorular üçün adamların çox cavab verməsi mühüm deyil. Onu analiz eləmək mühümdür. O cavabı ki, məsələn, web saytında almışsınız, ona 200 nəfər, 300 nəfər cavab verdi, onu analiz edəcəksiniz. Onun analizindən çıxartdığınız elmi baxış mühümdür. Müstəqil olacaq, yəni o baxış, analiz müstəqil olacaq. Deməyəcəksən ki, Cunas TV web saytıdır, mən gərək burada bir şey yazam ki, Cunas TV-nin xoşu gəlir. Yox. Sən baxacaqsan təhqiqin üzünə, təhqiqin üzü ilə çıxacaqsan. Bu çox bir böyük işdir. Mütəəssifanə mən Güney Azərbaycan işlərində bunu görmürəm. Bu günləri də pəs şey üçün danışdıq, nəzərsəndi üçün danışdıq və ümumi suallar üçün danışdıq. Bir dənə də misal vurduq Urumqola haqqında. Umarım ki, faydalı olmuş olsun. Çox təşəkkür edirəm bugünkü dərsdə olduğunuz üçün.
Bundan bu üzrə dərsləri fəqət bir cələsə aparacağam, əməli dərsləri aparacağam, teori bəhsləri bundan eşitdə edəcəyəm. Çox sağ olun, təşəkkür edirəm, sağ olun, görüşmək üzrə. Hə, lütfən əgər nəqdiniz var, intiqadınız var, fikriniz var, sorğunuz var, yazın və bunları mən cavab verməyə və faydalanmağa çalışacağam. Təşəkkürlər.